Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiyai ve seyyidil murselin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri. Ve ahlul uqdeten min lisani yefkahu qavli. Allahümme allimna bima yenfa'una ve enfa'na bima allamtana ve zidna ilma emma ba'd. Allah həmd olsun möhtərəm qardaşlar. Artıq Ramazanın 15-ci gündəyik. Artıq tam ortasına gəlib çatdıq. Allah'a həmd olsun, şükürlər olsun. Bu gözəl günləri bizlərə yaşadan Rəbbimizə həmd olsun. Fəzilətli günləri yaşayırıq. Allah hər birimizi qəbul olunan ibadətlər nəsib etsin. Hər birimizə qəbul olunan ibadətlər nəsib etsin. Gözəl əməllər etməyə hər birimizə müvəffəq etsin. Möhtərəm qardaşlar, xatırlatmaqda fayda var. Necə ki, Rəbbimiz Quran-ı Kərimdə buyurur ki, فَذَكِّرْ فَإِنَّ ذِكْرَا تَنْفَعُ الْمُؤْمِنِينَ Xatırlat, həqiqətən xatırlatmaq möminə fayda verir. Və Allah Subhanahu wa Teala'ya sevimli olan və həmçinin də Ramazan ayında ən sevimli və ən çox edəcəyimiz müəyyən əməllər var. Hansı ki, alimlər 8 dənə əməl sayırlar. Hansı ki, Ramazan ayında hər birimiz o əməlləri çalışmalıyıq ki, çoxaldaq. Hər birisi də fəzilətli əməllərdir. Və birincisi gətirirlər ki, qiyamul leyl. Bu ayda insan nəfsinə gecə namazını öyrətməlidir. Necə ki, Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, Mən qamə Ramazana imanən və ihtisabənğufira ləhu mə təqəddəmə min zəmbi. Kim Ramazan ayını imanla və əcrini Allahdan umaraq keçirərsə, gecə namazlarını غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِ Yəni, keçmiş günahları bağışlanar. Hədis Buxaridə gəlir. Sonra Əbi Zər radiyallahu anhudan rəvayət olunan hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, İnnər rəculə İzə qamə ma'al imami həttə yansarif kutibə ləhu qiyamul leyl. Kim ki, imamla namaza daxil olarsa və imamla tamamlayarsa, bütün gecəni ibadət etmiş olar. Düşünün ki, insan ola bilsin ki, yarım saat namaz qılır imamla, ancaq səhərə qədər, sübh namazına qədər ibadət etmiş, əcri savabı qazanır. Sonra möhtərəm qardaşlar, ikincisi ən çox edəcəyimiz Ramazan ayında ən çox edəcəyimiz əməllərdən birisi də duadır. Hansı ki, dua ibadətdir. Dua huvəl ibadə. Dua ibadətdir. Allah Subhanahu wa Taala Quran-ı Kərimdə buyurur ki: "Və izə səələkə ibadi anni fe inni qarib. Ucibu da'vətəd da'i izə da'an." Qullarım məni səndən soruşsalar, mən yaxınam. Ucibu da'vətəd da'i. Məndən istəyəni eşidirəm, ona cavab verirəm. Və Ramazan ayı da gözəl aydır ki, oruç tutarkən və ibadətlərimizdə dualarımızı artıraq. Çünki duasız mümini təsəvvür etmək mümkün deyil, möhtərəm qardaşlar. Sonra üçüncüsü etikafdır. Hansı ki, bir neçə gün sonra etikaf əməli başlayır. Ramazan ayına xas olan bir əməldir. Etikaf nə deməkdir? Etikaf nəfsi həbs eləmək. Yəni 10 gün müddətində məsciddən çıxmadan, zəruri ehtiyaclar olmadıqca məsciddən çıxmadan ibadətlər etmək. İbadətləri çoxaltmaq. Hətta Allah Resulü sallallahu aleyhi və səlləm həyat yoldaşlarından belə zəruri olmayan məsələləri kəsərdi. Və bütün gününü ibadətlə keçirərdi. Və ehtikafın da, möhtərəm qardaşlar, ən gözəli 10 gündür. Əgər 10 gün edə bilməyən, daha az da edə bilər. Yəni, əfzəl olan Allah Resulü sallallahu aleyhi və səlləm ölənə qədər hər Ramazan etikaf etdi. 10 gün Ramazanın sonunda özünü məscidə bağladı. Nə üçün, möhtərəm qardaşlar? Çünki Ramazanın son günləri daha fəzilətlidir və o günlərdə Qədir gecəsi var. Hansı ki, 1000 aydan daha xeyirlidir. Nə deməkdir 1000 ay? 83 il insanın ömrünə bərabərdir. 83 il ibadətə bərabər olan bir gecə var. O gecəni əldə etmək üçün insan çalışmalıdır. Necə ki, İbn Qayyim rahimehullah və sələflər buyurardılar ki, əgər o gecə
ilin 365 günün hansısa birində olsaydı, hamısını ibadətlə keçirərdik ki, onu əldə edək. O gün o qədər fəzilətli gündür. Allah hər birimizə nəsib etsin, o günü müvəffəq etsin. Sonra möhtərəm qardaşlar, dördüncüsü əl-cud və qiraatul Qur'an. Quran-ı Kərimi oxumaq, onu tədəbbür etmək. Çünki Quran-ı Kərim insana şəfaatçı olacaq qiyamət günü. Necə ki, hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, فَإِنَّهُ يَأْتِي يَوْمَ الْقِيَامَةِ شَفِيعًا لِأَصْحَابِهِ Qiyamət günü gələcək və sahibinə şəfaatçı olacaq. Deyəcək ki, mən onu yuxudan mən etdim. Mənim üçün gecəni yatmadı, Quran oxudu. Quranı xətm etdi. Və Ramazan ayı da Quran-ı Kərimin nazil olduğu bir aydır. Bu ayda daha çox Quran oxumalıyıq, Qurana nəfsimizi bağlamalıyıq. Və başqa bir hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, "Əs-siyamu vəl-Qur'ani yəşfə'ani lil-abdi yevməl-qiyamə." Oruc və Quran-ı Kərim, Quran qiyamət günü möminə şəfaatçı olacaq. Sonra möhtərəm qardaşlar, beşincisi edəcəyimiz fəzilətli əməllərdən beşincisi əl-umrah, ümrə etmək Ramazan ayında. Kimin imkanı varsa, fürsəti varsa, bu ayda ümrə etmək Allah Resulü sallallahu aleyhi və səlləmlə həcc etməyə bərabərdir. Ramazan ayında xüsusən. Və ümrənin də fəzilətini hər birimiz bilirik ki, əl-umratu iləl-umrah kəffaratu limə beynəhun. Ümrə ilə ümrə arasında olan günahlar bağışlanır. Və Ramazan ayında da xüsusi bir fəzilət var ki, Allah Resulü sallallahu aleyhi və səlləmlə ümrə etmiş savabı qazanır. Sonra altıncısı möhtərəm qardaşlar, qeybəti, nəmiməni, günahları tərk etmək. Bu da mühümdür müminin həyatında. Və Ramazanda da bunu nəfsinə öyrəşdirməlidir. Çünki Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, "Mən ləm yədə' qavlə zuri, fəleysə lillahi hacətun ən yədə' ta'amahu və şərabə." Və buyurur ki, kim pis sözü, qeybəti, nəmiməni, pis sözü, günahları tərk etməzsə, Allah subhanahu və teala'nın onun ac və susuz qalmasına ehtiyacı yoxdur. Onun üçün çalışmalıyıq ki, bu əməllərə riayət edək. Və sonra yedincisi, möhtərəm qardaşlar, it'amut ta'am, yemək yedizdirmək. Xüsusən kasıblara yemək yedizdirmək. Ən azı bu ayda onlar sevinsinlər. Bu ayın ləzzətini dadsınlar və hiss etsinlər ki, Ramazan xeyir, bərəkət ayıdır. Onun üçün bu ayda nə qədər imkanımız var, kasıbları yedizdirmək, miskinləri yedizdirmək. Allah subhanahu wa ta'ala da tərif edir. Və yut'imunat ta'am. O kəslər ki, yemək yedizdirərlər kasıblara. Və başqa bir hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, "Mən fattara saimən." Birincisi ayət idi və ikincidə Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, "Mən fattara saimən kənə lehu mithlu əcrihi." Kim bir orucunu yedizdirərsə, iftar verərsə ona, onun misli qədər də o əcir qazanar. Qayrə ennəhu la yanqusu min əcri saimi şey. Və oruclunun da əcrindən heç nə azalmaz. Ona görə möhtərəm qardaşlar, bu ayda xeyirli əməllərdən birisi də oruclunu yedizdirmək və kasıbları yedizdirmək. Onlara bu ayı onları da yaşatmaq. Onlar üçün də bunu təşkil etmək, bu əməlləri hər birimiz nəfsimizə tətbiq etməliyik ki, bu gözəl əməllər Ramazan ayında nəfsimiz bunlara öyrəşsin. Həqiqətən gözəl əməllərdir. Allah hər birimizi bu gözəl əməlləri etməyə müvəffəq etsin. Allah subhanahu wa ta'ala hər birimizi eşidib faydalanlardan etsin. Təbii ki, əməllər çoxdur. Sadəcə qısa olaraq bu əməlləri alimlər gətirirlər ki, çünki ən fəzilətli edə biləcəyimiz və etməyimiz zəruri olan əməllərdir ki, müminin islah olması üçün, Ramazanın gözəl keçməsi üçün və nəfsimizin islahı üçün gözəl əməllərdir. Allah hər birimizə müvəffəq etsin. Və sallallahu və səlləmə alə nəbiyyina və habibina Muhammed.